Əvvəlki reading testlərini işləyərkən qeyd etmişdim ki, skimming və scanning texnikalarıyla biz reading testlərini asan yolla həll edə bilərik. İndi gəlin biz bugün fərqli bir mətnə baxaq və o mətn üzərində test tapşırıqlarını həll etməyə çalışaq. Əlbəttə ki, ənənəmizə sadiq qalaraq true false-larla başlayırıq. Dediyim kimi, scanning bacarığı o idi ki, biz məsələn suallara baxırıq, açar sözlərlə, məsələn burada playing instruments-la başlayır, musiqi alətləri. Bax o sözü gedirik axtaraq görək musiqi alətləri olan ifadə hardadır, ona uyğun tapırıq. Bu scanningdir. Skimming isə mənanı, ümumiyyətlə söhbətin nədən getdiyini başa düşməyimiz üçün lazım olan bir texnikadır. Tutaq ki, biz skimmingi tapmaq istəyiriksə, ilk cümləni, ilk paragrafı gözdən keçirmək və sonuncu paragrafa nəzər yetirməklə bunu tapa bilərik. Bu texnikalar gəlin indi tətbiq edərək həll etməyə çalışaq tapşırığımızı. Gəlin başladıq. Deməli, playing music instruments. Musiqi alətləri olan bölməni biz axtarırıq ki, burada deyir ki, musiqi alətləri insanın beynini daha da gücləndirir, möhkəmləndirir. Məsələn, musiqi alətləri olan söz deyil, violini biz görürük. Violin. Burada mən sarı rəngli işarələmişəm. Burada yəni cümləni oxuduqda həqiqətən də beyni gücləndirdiyindən xəbər verir. Bu test tapşırığın cavabı A variantıdır, true. Daha sonra keçirik ikinci test tapşırığında. Brain speed can be altered during one's whole life. Yəni ki, dəyişilə bilər beynin sürəti. Gəlin baxaq görə dəyişə bilirmi? Baxın, burada da mən göy rənglə işarələmişəm. Our brain abilities and speed can be changed throughout life. Həyat boyunca yəni dəyişilə bilir. Buradakı beyin məşqləri ilə biz bununla dəyişə bilərik. Bunu real faktlarla da biz görə bilirdik. A variantı düzgündür, true. Üçüncü test tapşırığında baxırıq. Burada isə deyir ki, brain speed, yəni beyin sürəti və intelligent bir-biri ilə əlaqədar deyil. Baxın, onu da qeyd etmişəm. Bunların hamısı scanning bacarığıdır. Yəni indi testi mən deyərkən, məsələn, sıfırdan oturub bir-bir baxmıram. Hazır variantda əvvəlcədən baxmışam və qeyd etmişəm ki, videonu çox uzun formada çəkməyim, sizə də rahat olsun. Yəni demək istədiyim odur ki, açar sözlərlə, baxın burada məsələn, brain speed ilə intelligence olan hissəni biz axtarıb tapırıq və görürük ki, bu doğrudurmu, səhvdirmi? Baxın, elə burada qeyd etmişəm. Burada yazılıb ki, the study showed a clear link between brain speed and intelligence. Link nədir? Əlaqə. Həmçinin də burada ifadə olunan, deməli, interrelated, yəni bir-biri ilə əlaqədar olmaqdır. Ona görə də bu səhvdir. Əlaqədar da burada yazılıb linkdir. Bir-biri ilə əlaqəlidir. Daha sonra everyone has the same thinking ability. Ümumiyyətlə, bəzi mətnə baxdıqda, mətnlərə ümumi faktlardan söhbət gedir. Məsələn, elə bir faktlardır ki, biz mətni oxumasaq belə başa düşəcəyik, bunun cavabını verə bilərik. Məsələn, baxın 4-cü tapşırıqda everyone has the same thinking ability. Tutaq ki, bir mətni oxumuruq. Burada deyir ki, hər kəsin eyni düşünmə qabiliyyəti var. Həqiqətən hər kəs eyni düşünülür? Əlbəttə ki, yox. Hərənin fikri, düşüncəsi fərqlidir. Ona görə də bu false olacaq. Keçdik 27-ci test tapşırığına. Which of the given sentences can start the second paragraph? İkinci paragrafla başlayan biz cümləni tapmalıyıq. Məsələn, burada scientist, yəni alimlərdən söhbət gedir. Genetik faktorlardan gəlin görək. Yəni genetik faktorların insanın beyninin sürətində böyük rol oynayır. Biz buradan tapaq görək nə ilə başlaya bilərik. Mesela children'dan başlayır. Children'dan gedir söhbət. Ümumi faktlardan, insanlardan gedir. Daha sonra the ability to think quickly is gained throughout life. Bununla da uyğun gəlməyəcək. Biz burada genetikadan danışırıq. Daha sonra burada da C variantı da tərcümələ uyğun gəlməyəcək. Yerinə qoyduqda məna olaraq bir-birindən uyğunluq təşkil etmir. Dedim, elə piano çalmaqdan filan danışır. Doğru variant E variantıdır ki, inherit from, yəni miras qalıb valideynlərdən. Düşünmə, tez sürətli düşünmə adətən valideynlərdən, yəni miras qalır, onlardan ötürülür. Bu da əlbəttə genetika ilə əlaqədar bir ifadədir ki, biz ikinci paragrafa yaza bilərik. 28-ə baxanda burada bizə cümlə tamamlamağı deyir. People can improve brain strength by, yəni insanlar yəni beyinlərini nə ilə gücləndirə bilərlər. Heç baxmayaq hələ ki biz mətnə indi belə variantlar. Məsələn, quitting weightlifting and running, azaldırıq, qaçmağı azaldırıq, ağır qaldırmanı azaltmaqdan danışır. Qaçmağı idman etmək nəyə görə azalsın ki? İdman əslində sağlamlıqdır. Ona görə də bu düzgün yanaşma olmayacaq. Və yaxud da burada yenidən məsələn idman etməyi tərk etmək, çünki faydasızdır o deməsi. Yalnız riyazi problemləri həll etmək. Elə insanlar var ki, məsələn texniki sahələri zəifdir. Riyaziyyat mı edəcəklər sırf beynin sürətli inkişafı üçün? Beyni gücləndirmək üçün əlbəttə ki, yox. Bizə yalnız sözü varsa ehtiyatlı olmaq lazımdır bu ifadədən. D variantında stop doing math sums and learning language, dayandırmaq lazımdır. Niyə? Əslində dil öyrənməkdir, məntiqi belə deyək də məsələlər həll etməkdir. Bax, bunlar kömək edir. Y variantında isə düzdür. Thinking and working out their brains, düşünmək və məşq etmək. 29-da bu sözün biz mənasını tapırıq. Bu passage-də verilib. Hereditary sözü miras qalmaq deməkdir. Ona da genetik sözü uyğun gələcək. Və 30-cu test tapşırığında hansı sualın cavabı var? Birinci sualın cavabı var və daha sonra
Üçüncü sualın. Məsələn, how many says nə qədər hüceyrə var? Mətnə baxanda da burada nəsə bir hüceyrə olduğu görünmür. Sayı falan yazılmayıb. Dördüncü test tapşırığında, dördüncü deməli cümlədə how many hours, nə qədər deyir saat practice etmək lazımdır beyni gücləndirmək üçün? Kim kəşf etmişdir? Əlbəttə ki, buna məntiqsiz olacaq. Məsələn, birin cavabı hardadır? Yəni nə insanın beyninin funksiyasını yavaşladır? Baxın, axırıncı hissəni mən qeyd etmişəm. Bu məhz buradan biz baxa bilərik. Digər tərəfdən why do some people think quicker than others? Məsələn, burada yazılıb impulses in their brains go faster. Some people really are quicker thinkers. Daha cəld düşünəndilər. Onların da beyni də impulslar daha sürətli gedir. Bax bu da səbəbi. Bu qədər.